Cələcək. Bir dəfə olsun o qapını döyüb deməyib ki, gözdən əlillər, sizin bayramınız mübarək olsun və sizin nə qayğılarınız var, nə problemləriniz var. Kanal 21-ə müraciət edən Bakı şəhəri Nizami Abdullayev küçəsi 4 ünvanında yerləşən keçmiş körlər sexində yaşayan bir qrup əlil acınacaqlı şərait yaşadıqlarını bildirirlər. Onların sözlərinə görə uzun müddətdir burada məskunlaşmalarına baxmayaraq əlillər cəmiyyətinin rəhbərliyi indiyədək bir dəfə də olsun onlarla maraqlanmayıb. Vətəndaşlar deyir ki, yaşadıkları məkan üfunəti verən, antisanitar və insan sağlamlığı üçün təhlükəli vəziyyətdədir. Normal yaşayışı üçün heç bir şəraitin olmadığını bildirən əlillər problemlərinin aidiyyəti qurumlar tərəfindən görməzdən gəlinməsindən narazıdırlar. Daha ətraflı vətəndaşların öz dilindən dinləyək. Dəyərli izləyicilərimiz, biz Bakı şəhər Nizami rayon Keşlə qəsəbəsində bax gördüyünüz bu əlillər yaşayır burada. Bax burada gördüyünüz bir çox əlillər burada yaşayır. Əlillərimiz bizə müraciət etdi və biz də bugünkü gündə buradayıq. Yaxınlaşaq elə bu ağsaqqaldan başlayaq, görək bunlar şikayətin nədən ibarətdir. Özünüz təqdim edin. Mən Əhmədov Əlman İzzətov. 2012-ci ildə mənim yoldaşım birinci qrup əlildir. 2012-ci ildə ev mühafizəsindədir. Simyar Abdullayev ev mənzil növbə demişdi. Ancaq indiyənə qədər mənzil almadı. Bizim əlimizdə sənədimiz var ki, Simyar Abdullayev peçatlı oldu. Hələ də o sənətə qarşı bizə heç nə vermir. Biz də bax bura hazırda qaldığımız yerin adresinə gedir. Nizami Abdullayev köhnə adresinin Nizami Abdullayev 4. Körrar sexi. Körrar sexi. Körrar sexindəyik. Siz də burada yaşayırsınız. Bəli, bəli. Buranın mən yaşayışı ilə indi girib tanış olacaq. Gəl elə birlikdə girək. Bir dənə zəhmət olmasa gəl yaxın. Yaxınlaş. Bax girişdə dəyərli izləyicilərimiz belə bir yemək yemək üçün stol görürsüz. Belə bir buraları çəkə bax. Bu suları pulla alırsınız da yəqin ki, hə? Bəli. Pulla alırsınız. Bəli, bəli. Bax görürsüz. Bura yaxınlaş bir dənə. Yaxınlaş bura. Oo. Hamamdır. Bunun tuşu hanı? Tuşu yoxdur.